Bizim şirkət hal-hazırda Microsoftun 4 istiqamət üzrə həllər partnyorudur. Bizim əsas göstərdiyimiz xidmətlər proqram təminatlarının yazılması, ERP həllərinin quraşdırılması, böyük məlumat anbarlarının və həmçinin data analitika xidmətlərinin və bundan əlavə süni intellekt həllərinin tətbiq olunmasıdır. Biz artıq 10 ilə yaxındır ki, bazardayıq və məqsədimiz deməli yerli gənclərə beynəlxalq və xüsusən də Microsoft sertifikatları üzrə təlimlərin keçirilməsidir, onların yetişdirilməsi və onların vasitəsilə həm yerli bazarda, həm də xarici bazarda keyfiyyətli həllərin tətbiq olunmasıdır. Biz 2023-cü ildən Piralaxı Texnologiyalar Parkının qeyri-rezident üzvüyük və həmin Texnopark tərəfdən əldə etdiyimiz güzəştlər vasitəsilə biz bir çox nailiyyət əldə etmişik. Sırf 2023-cü ildən bizim şirkətin ən böyük artım tempi müşahidə olunur. Son bax bu 2-3 ildə bizim şirkət tam şəkildə artıq bir korporativ mühidə gəlib çıxmağa nail olub. Fəxrlə deyə bilərəm ki, hal-hazırda biz həm yerli bazarda, bundan əlavə Birləşmiş Ərəb Əmirlikliyində, Səudi Ərəbistanda, Bəhreyndə, Qazaxstanda və digər ölkələrdə biz böyük müvəffəqiyyətlə öz həllərimizi təqdim edirik və böyük implementasiyalarımız hal-hazırda mövcuddur. Bundan əlavə də bütün bu qeyd olunan ölkələrdə artıq bizim ofislərimiz mövcuddur. Həmin ofislər vasitəsilə və həmin layihələr vasitəsilə biz artıq rəsmi olaraq IT eksport bir şirkəti özümüzü saya bilərik. Bu komandanın bu formada qurulmağına görə böyük layihələrə əl atmışıq və bəzilərini qeyd etmək istəyərdim. Xüsusən də biz Azərbaycanda Azal şirkətində böyük bir ERP tətbiqinə nail olmuşuq. Dynamics 365 Finance and Operations proqramını hal-hazırda Azalın bütün şirkətlərində tətbiq olunub və uğurla istifadə olunur. Birləşmiş Ərəb Əmirlikliyində biz Aster Pharmacy, Kitopi, yəni ki, o şirkətlər hansında ki, minlərlə adam işləyir. Biz orada Microsoft həllərini böyük uğurla tətbiq etmişik və qeyd etmək istərdim ki, xaricdəki layihələrimiz bizim həmin ölkələrdə ofisimiz olmasına baxmayaraq, bizim əsas gücümüz yerli Azərbaycan komandasıdır və hal-hazırda biz yerli komandamızın sayəsində həmin layihələrə uğurla dəstək göstəririk.